Avroviziya 2026 mahnı müsabiqəsinin ilk finalçıları məlum olub. İsveç, Finlandiya, Estoniya, İsrail, Polşa, Belçika, Yunanistan, Portuqaliya, Xorvatiya, Serbiya təmsilçiləri birinci yarımfinalın yekununda final mərhələsinə vəsiqə qazanıblar. Qeyd edək ki, müsabiqənin ilk yarımfinalı Polşa şəhərində məşhur Viyana Stadion arenasında Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Şouda ilk olaraq Moldova nümayəndəsi səhnəyə çıxıb, gecənin bağlanışını isə Serbiya təmsilçisi edib. Azərbaycanı müsabiqədə Jivaldi ilə çıxış edən Cəmilə Həşimova təmsil edir. Müğənni mayın 14-də keçiriləcək ikinci yarımfinalda ikinci nömrə altında səhnəyə çıxacaq. Təmsilçimiz müsabiqədə Jazzco mahnısını səsləndirəcək. Xatırladaq ki, ikinci yarımfinal mayın 14-də, böyük finalı isə mayın 16-sında keçiriləcək. Mövcud qaydalara əsasən hər yarımfinaldan ən yaxşı 10 iştirakçı finala yüksəlir. Bununla yanaşı böyük beşlik ölkələri Avstriya, Fransa, Böyük Britaniya, İtaliya və Almaniya təmsilçiləri birbaşa final mərhələsində iştirak hüququ qazanırlar.